Hello，你好，你好，煎饼，煎饼，烤冷面、手抓饼、玉饼、肉饼、牛肉了。 halal. Hello，你好。Salam millət. Deməli bu ilin iyul ayının 16-sında Çin və Azərbaycan dövlətləri arasında imzalanmış razılığa əsasən hər iki dövlətin vətəndaşları bir-birinə vizasız gəlib gedə bilərlər. Salam, hoş Salam, geldiniz. xoş gəldiniz. Buyurun, 19 kap. Salam, hoş geldiniz. Hello, welcome on board Azerbaijan Airlines. Impact on navigation during. Deməli uşaqlar, bərmə şildiyi üstündə toyuq var. Yəni aldığınız biletin qiymətinə daxildir. Yatdıq. Bəli, sonda Pekinə gəlib çatdıq. Axşam saat 12 olduğundan metro işləmir. Biz taksidən istifadə edəcəyik. No, Çin taksi ilə belə bazarlıq eləyirik. Taksi ilə yola gedə bilmirdik, güzlə yarı çıxmışıq. 150 yuana gəlib çatdıq, hardasa bizim pula 36 manat pul elədi. Gəlin qaldığım otağın içərisini sizə göstərim. Belə, hamam tualet, duş hissəsidir. Belə böyük yatağımız. Qarşıda televiziyası. Burada da 2 dənə suyumuz, çay içmək üçün. Bura paltar yığmaq üçün şkafdır. Burada seyfi. Belə bir masa var. Kresloda, yəni düşünülüb. Pekində bütün otellərdə otaqlar 2 nəfər üçün nəzərdə tutulub. Yəni mən bu otağa bir gün üçün 150 manat ödəmişəm. Fərqi yoxdur. 2 nəfər də qalsanız eyni pul ödəyəcəksiniz. Bəli, hardasa 300 manat pul ödədik. 2 gün Pekində qalacağıq. What's your room number, please? Bəli, deməli Pekində ilk öncə turistik nöqtələri görəcəyik. Hal-hazırda qadağan olunmuş şəhər deyilən yerə gəlmişik. Bu nədir uşaqlar? Dəhşət sıxılıqdır. Bura gəlsəniz mütləq ki, bir həftə öncədən biletinizi sifariş eləyin. Çünki əks təqdirdə bilet tapmaq mümkün deyil. Gün ərzində bura 40 mindən çox insan gəlir və toplamda da ildə 17 milyon turist qəbul edir. Ona görə mütləq ki, gələndə hazırlıqlı olun. Bəli, Çin çox qədim tarixi bir ölkədir. Onun yaradılması eramızdan əvvəl 2100-cü illərə qədər gedib çıxır. (13-14-cü əsrlərdə bu yer Monqollar tərəfindən işğal edilir. Çingiz xanın nəvəsi Kubilay tərəfindən bu yer fəth edilir. 100 ilə yaxın Çin Monqolların əsarəti altında olmuşdur. Və daha sonra Çində Monqolların hakimiyyətini devirən Ming sülaləsi olur. Ming sülaləsinin dövründə də məhz bu gördüyünüz qadağan olunmuş şəhər tikilir. Bəli, o zamanlar bura yalnız və yalnız Çin imperatoru, onun ailəsi, qulluqçuları və saray rəsmləri daxil ola bilərdilər. Bəli, bu yerin əsası 1420-ci ildə qoyulub və 500 ildən çox Ming və Qing sülalələrinin olduğu yer sayılır. 1911-ci ildə imperiya süquta uğrayır və yalnız 1925-ci ildə açıq elan edilir və insanların girişinə icazə verilir. Belə həqiqətən saray ərazisi çox böyükdür. Bura imperatorların
qış iqamətgahı sayılırdı və bundan əlavə biz yay iqamətgahı deyilən yer var, orada gedəcəyik. Biz indi Tiananmen meydanına gəlmişik. Meydan çox böyük bir meydandır. Mənası da sülhün göy qapısı anlamını daşıyır. Bu yer tarixi baxımdan çox əhəmiyyətlidir. Çin imperiyasının simvolik qapısı, müasir dövrdə isə Çin Xalq Respublikasının ürəyi hesab edilir. Bu meydanın da əsası Ming sülaləsi dövründə qoyulub. Yəni əvvəl o qədər də böyük olmayan bir meydan olmuşdu. Sadəcə 1949-cu ildə Çin Respublikasının yaradılışından sonra meydan böyüdülür. İndi yemək vaxtıdır. Çox yorulduq, çox gəzdik. Hello. 你好，你好。煎饼，煎饼，烤冷面、手抓饼、玉饼、肉饼、牛肉了。 Halal. Hello，你好。 Hello. Hello. What's this? 吃大茶葫芦5块钱，5块钱一根儿；大冰凉葫芦卖5块，5块一根儿。 5块吧。这是什么？山楂水果。收钱卡到账5元。 Ha, fruit. Thank you. Thank you. Şəkərli meyvə yeməyə çalışırıq. Çinin küçələrində. Qiyməti neçədir? 5块钱咋说的？ 5. Okay. 发到账Bir dənəsini ver. 元。 Alipay. Ha, here. Çin qarığı davasında sınıyaq. Nədir bu? İçindəki ət nədir? Beef. How much? Yeah, one. Tərcüməyə ehtiyac olmadı, başa düşdü bilir. Okay. Küçə yeməkləri adətən 5-15 yuan arası dəyişir. 4 yuanın bizdə 1 manatdır. Hello. One people. Yeah, one. But not working. Okay. Pekin ördəyi yemədən getmək olmaz. Bura gələn insanlar hamısı məhz Pekin ördəyinin dadına baxmağa gəlir. Çin çayının dadına baxar. Çayın rəngi belədir. Doğrudan uşaqlar, burada dil tapıb danışmaq çox çətindir. Çinlilər nə ingilis dilini, nə rus dilini, öz dillərindən başqa heç bir dili bilmirlər. Biz sifarişimizi yarım pors elədik. 98 yuan tutacaq, 25 manat hesab ödəyəcəyik. Bəli, yarım pors sifariş elədik. İnan ki, heç yeyə də bilmədim, qalıb qarşımda. Yəni, bu qədər yeməyimiz qaldı. Alipay. Okay. Şəhərin 22 milyon əhalisi var. Turistlər də gəldikdə vəbşi sıxlıqdan hərəkət eləmək olmur. Oradan geyimləri çox gözəldir. Sabah görüşərik. Deməli, bugün dünyanın ən böyük və ən əzəmətli tikilisini görməyə gəlmişik. Böyle, böyük Çin səddi. Kanatla qalxırıq. Açıq kanatda belə getmək çox təhlükəlidir. Belə qalxdıqca adam həqiqətən həyəcanlanır. Bilet 140 yuan tutur, haradasa 32-33 manat. Wow.
Həqiqətən möhtəşəmdir. Görün Çin tarixdə nə böyük bir işə imza atıb. Böyük Çin səddi demək olar ki, bir neçə dövr ərzində tikilib. Səddin ilk tikilişi eramızdan əvvəl 7-ci əsrə aiddir. Hi, thank you. Daha sonra 3-cü əsrdə Çin imperiyasının imperatoru Qin Shi Huang, yəni adı belədir, indi Çin adlarını danışmağa deməyə biz öyrəşməmişik. Bəli, həmin şəxs bu ayrı-ayrı hissələri birləşdirərək vahid bir böyük Çin səddi halına salır. Yəni əvvəllər müəyyən yerlərdə tikilmişdi. Daha sonra belə o şəxsin vaxtında böyük bir Çin səddinə səbəb olur. Sonra da Ming sülaləsi dövründə sədd daşa və kərpicə çevrilir. Yəni burada artıq kərpicdən, daşdan istifadə olunaraq belə böyük bir iş görülür. Uzunluğu 21.000 kilometrdir. Hər 100-200 metrdən də bir nəzarət qüllələri var. Bax, orada görürsünüz. Orada. Doğrudan da çox möhtəşəm bir tikilidir. Həqiqətən. Yəni, insan övladı belə bir işi görməyə necə qadirdir. Hello. 13-14-cü əsrlərdə Çin Monqolların əsarəti altında olub. Belə Ming sülaləsi hakimiyyətə gəlir. Monqolların hakimiyyətinə son verilir. Və o dövrdə də o qadağan olunmuş şəhər, digər yerlər və eləcə də bu böyük Çin səddi daha da böyüməyə başlayır. Səddi tikməklərdə məqsədi Çinə şimaldan gələn tayfaların hücumlarının qarşısını almaq üçün düşünmüşdülər. Yəni bu sədd həm müdafiədə vardı, həm də imperiyanın o zamanlar sərhəd simvolu sayılırdı. 10 il müddətində səddin tikilişində 400 mindən çox işçi həlak olur. Məhz buna görə də həmin dövrdə Çində belə bir xalq misalı yaranıb. Deyir, hər kərpicinin sayı qədər insan olan bir divarlar dünyanın ən uzun qəbirstanlığıdır. Bu deyimdə də böyük bir həqiqət var, çünki o zamanlar ölən adamlar Mentianın əmri ilə məhz burada qalalara hörülürdü. Pilləkənlər çox dikdir. Qalxıb düşəndə adam həmin yorulur. Həm də diqqətli olmaq lazımdır. Yıxılmayaq. And just like a conference room. This is the Summer Palace mine. How big it is? 300 hectares. 300 hectares. Yeah. Çin tarixində iki imperiya ən böyük uzun ömürlü imperiyalardan olmuşdular. 500 ildən çox uzun bir dövr keçən ilk Ming, daha sonra isə Qing sülalələri olur. Qadağan olunmuş şəhər o zamanlar Ming sülaləsi tərəfindən tikilmişdi. Ancaq bu yer isə 1750-ci ildə Qing sülaləsi tərəfindən salınır. İmperiyanın yayda istirahət etdiyi yer. Pekin normalda bizim bildiyimiz, dediyimiz adı, ancaq qlobal adı Bejindir. Sovet ölkələri dönəmində bu söz bizim dilimizə o vaxtdan düşüb. Çünki Rus tələffüzündə C çətinlik yaradığından Bejin yox, Pekin deyə qalıb. O zamandan da biz və digər postsovet ölkələri Pekin deyə adlandırıblar.